Herkese salam kızlar, necəsiz? Sabahınız xeyir olsun kızlar. Əslində bu vlogu çoxdan çəkmişdim. Çoxdan deyəndə təxmini bir həftə olar. Sadəcə indi editləməyə vaxt tapdım. Və bugün dərin təmizlik günüdür. İlk öncə səhər yeməyimizi yeyib, günün vitaminlərini qəbul edib keçirəm iş başına. Və qızlar, əsas məsələ baba bu otaqdır. Görürsünüz nə gündədir. İndi buranı səliqəyə salacağım. Sonra yerləri siləcəm, bir də tozları alacağım. Və təbii ki, mən işə başlamamış acımışam. Və acdığım üçün isə yemək yeyib sonra yenidən dönürəm otağa. Deməli qızlar, mən daha öncəki vloqlarımda sizə demişəm ki, mən heç vaxt TikTok platformasında olmayacağım, canlılar falan sevmirəm. Amma nə qədər yanıldığımı mənə siz göstərdiniz. Buradan məni izləyən, mənə dəstək olan hər kəsi çox sevirəm. Yəni hamınız mənim üçün inanın o qədər dəyərlisiniz ki, qızlar. Və o qədər peşman oldum ki, mən düşünürdüm ki, TikTokda canlı açsam, TikTokdan getsəm, necə deyim, pis kütləm olacaq. Amma çox yanılmışam. Həqiqətən də məni siz daha da ilhamlandırdınız. Dəfələrlə YouTube'dan irəliləmək istədim, Instagramdan irəliləmək istədim, lakin necə deyim, kütləyə ulaşa bilmədim. Çox gec alındı, amma TikTokda 2 həftə və 2 həftə səhv eləmirəmsə ya da 3 həftədir aktivliyimi qoruyuram və artıq 2000 takipçiyə az qalmışam. Düzdür, bu bəziləri üçün bəlkə də deyə bilərsiniz ki, cəmaatın 100.000 izləyicisi olur, 10.000 olur, 1 milyon olur. Heç bu qədər sevinmir. Amma mən həqiqətən də o qədər sevinirəm ki, o qədər mənə xoş olur ki, sizləri görmək. Ən əsas da mənim kütləm bunu görürəm ki, belə başa düşürəm ki, həqiqətən də düzdür, yarısı məni tanıyan insanlardır realdan. Amma tanımayan insanlar da həqiqətən də o qədər mədəni, gözəl. Yəni bir-iki dəfə belə olsun pis rəy görmədim də mən sizlərdən, düzdür. Bəzi içi yananlar oldu. Məni gözü götürməyənlər oldu. Amma ki onlar da məni şəxsidə tanıyan, məndən prinsip aparan insanlar oldu. Belə məni tanımayan, sosialda görən, mənə qıcıq yaradan insanlar həqiqətən də hələ ki yoxdur. İnşallah, inşallah biz sizlərlə belə davam eləyərik. Həmişə mən sevilim və sizin köbüşünüz olum inşallah. Yəni bunu diləyirəm. Və bir il sonra 1 milyon, 100.000, 10.000 nə qədər olacaq izləyicim bilmirəm. Bir il sonra bilmirəm burada olacağım ya olmayacağım. Amma inşallah ki olaram və sizlərlə böyük uğurlar əldə edərəm. Deməli qızlar, ürək sözlərim əslində çoxdur sizlərə, amma yarısını dedim inşallah ki, əslində biraz həyəcanlanıram, biraz həyəcan var məndə. Amma sadəcə bəlli eləmirəm. Deməli qızlar, pastelimi dəyişməklə başladım işə. Daha sonra burada özüm üçün dərmanlar çox qarışıqdı. Belə bir qab ayırdım və aptečka kimi bir şey düzəltdim. Əlimin altında rahat olsun istədim hər bir dərman. Allah heç kimə dərman almağı qismət eləməsin, amma indi bunun için yerləşdirməliyəm. Bura vinetkaları falan qoyuram mən. Bu yoldaşımın vinetkasıdır. Bu da onundur. Mənim vinetkamdır. Sonra burada jurnallar falan var. Foto albümüdür bu. Buraya bura. Tabletimin kutusunu koyuyorum bura. Sonra telefonların kutularını koyuyorum bura. Birdən lazım olar. Belə. Başka. Bunu koyaq bura. Bunları da koyaq bura. Əlcəkləri qoyaq bura. Bu əl kremini də bura qoyuram. Axşamlar vura bilim deyə. Başqa nəsə qalmadı deyəsən. Bir də vazelin. Bunu da bura qoyuram ki, əlimin altında olsun. Axşamlar vururam. Bura qoyun, bu kutu kimi bir şeydir. Bunları atın bura.
Uşaqlar konfet yeyirəm bəzən. Bir balaca alafran tökdüm bundan. Ağlar qəşəng gelir o. Amma az tökün ondan, çünki çox pis köpürdür. Bir də bəstin persun. Bunu qoyuram. Super 49'a qoyuram. Bu qəşəngdir. Onsuz da ləkəli deyil də. Belə. Və qızlar, keçirik evləri pilsoslamağa. Bu pilsos çox rahatdır. Bunu yoldaşım almışdı mənim üçün. Məndə robot toz soranı idi. Lakin mən əvvəllər istəmirdim heç bu toz soranı. Deyirdim, heç robot toz soran var. Amma həqiqətən də qızlar lazımlı bir şeymiş. Bayaqları siyirmələrin içini də bundan pilsosladım. Bunun başlıqları var, fərqli-fərqli. Divan üçün, stollar üçün çox qəşəng əlverişlidir. Deməli qızlar, yeri pilsosladım. Buranı səliqəyə saldım. Bir dənə güzgünü siləcəm. Bir də pəncərəni, bir də şkafın üstünü siləcəm. Bir də yerləri özüm siləcəm. Suya alafran qoşdum. Biraz alma sirkəsi, biraz da Faberlikin pol parlatmaq üçün şey var ya, onunla. Elə pəncərələri də bu suyla siləcəm. Burada da əskilər var. Başlayayım. Bilmirəm amma necə çəkim. Hara qoyum telefonu. Qızlar, mən hələ ki ştativ almamışam. Ona görə də telefonu güzgüyə falan yapışdırıb çəkməyə çalışıram özüm. İnşallah ki yaxın zamanda almağı düşünürəm ştativ. Onda daha qəşəng, daha kalitəli videolar çəkərəm inşallah ki. Və qızlar, mən hər gün TikTokda canlaşdığım üçün bu aralar Instagramda da, YouTube'da da aktivliyim ölüb. Amma siz mənim bu videomun altına qəşəng yorumlar yazaraq, xoş sözlər yazaraq daha da məni motivasiya eləyə bilərsiniz. Baxın, pəncərəni sildim. Ləkələr xoşuma gəlmədi də. Burada da nəsə ləkə var. Onları aspiroksla tökdüm biraz, qalsın. Belə buralar eləyək. Ləkələr çıxsın. Olmasa bura gerek kraska vuraq. Görək də indi. Qızlar, buraları görürsünüz necə ləkələrin çözüb. Ayda, mən şokdayam. Mən gözləmirdim belə. Baxın, suyun rənginə baxın. Buralara hələ. Halal olsun. Qızlar, dəsmalımı keçirdim mopa. Divarları falan siləcəm indi də o yuxarıları. Və düzünü desəm qızlar, bu mopdan qəti razı deyiləm və sizə tövsiyə etmirəm. Və burada da görürsünüz mənim B12 əksiliyimi, çaşıb güzgünü aspiroksla sildim. Daha sonra isə Faberlikin şüşə təmizləyicisi ilə qəşəng parıldatdım. O çox qəşəng məhsuldur qızlar. Mən düzdür, belə məhsulları təzə istifadə etməyə başlamışam, amma yəni çox razıyam da bundan. Axıra qədər də o məhsuldan istifadə etməyi düşünürəm. Mebelləri də ondan sildim, keçdim. Hə qızlar, mopdan danışaq. Mopdan heç razı deyiləm. İnşallah ki, təzə mop almağı düşünürəm və Sədərəkdə görmüşəm bir mağazada. Əslində ikisinin arasında qərarsız qalmışam və onlardan birini almağı düşünürəm. Bir də qızlar, əgər mebel almağı düşünürsünüzsə, mənim bu elədiyim səhvi qətiyyən eləməyin. Belə güzgülü mebel seçməyin. Bir də bu gizli maqnitli qapılar var ha, baxın, onu da qətiyyən seçməyin. Heç də razı deyiləm. Çox bərbad bir şeydir. İndi isə polları silməyə keçirəm. Və qızlar, məndən TikTokda istəmişdiniz ki, sizin üçün cəhizlərimi göstərim. Bu videoda yataq otağımın mebellərin açıq aydın göstərirəm sizə. Yəni əslində şkafımdan razıyam. Termomun güzgüsü o qara güzgüdən idi. Mən onu çıxartdım, o yumru güzgünü kəsdim. Taxtımın da altı bazalıdır və çox qəşəng, rahat, genişdir. Yəni onlardan razıyam. Bir dənə bu mebeldə razı olmadığım tək şey bu güzgülər və maqnit. Güya öz dünyamda düşünürdüm ki, əslində bütün evləri bir gün içində təmizləyim, amma inanın
o qədər yoruldum ki, çatdıra bilmədim. Salonu demək olar hər gün təmizləyirəm. Bu tozlar alınır nəm salfetlərlə. Ona görə elə üstündən keçdim. Heç içini açıb tökmədim. Təzəlikcə açıb tökmüşdüm. Daha sonra bunları aparıb yerinə qoydum. Bir də qızlar, mən sizə bunu göstərim. Məndə paltar yuyana mətbəxdə bir də hamam otağında yer olmadı. Bizdə koridor falan yoxdur deyə mən paltar yuyan maşınını prixojaya qoydum. Prixojdakı şkafın içinə qoydum və çox razıyam. Əslində rahatdır. Elə oradan paltarları götürüb aşağıda teldə sərirəm. Və qızlar, bunu da deyim ki, bizdəki pollar hamısı təmiz qoz ağacı olduğu üçün mən polu qəşəng rahatlıqla köpürdüb yuyuram. Yəni heç bir şişmə falan olmur. Mətbəxə də keçəndə qızlar, mətbəx mebelimi zaten TikTokda falan məncə görmüsünüz. Mətbəxdə sadəcə tək razı olmadığım, bəyənmədiyim şey baxın buradır. Kafeli, yəni qətiyyən ağ seçməyin. Özü də məndəki kimi heç seçməyin. Təmiz olduğu halda belə çox ləkəli görünür. Burada da görürsünüz, gördüyünüz kimi yenə yuyuram. Evi bildiyiniz yuyuram, mən silmirəm. Burada pilləkənləri təmizləyirəm. Pilləkən çox tez pis batır. Bizdə bilirsiniz niyə? Külək olan kimi bütün toz, torpaq, yarpaqlar, hər şey buralara yığılır. Və qızlar, təmizlik işlərimi qutardım, keçdim mətbəxə. Burada isə qabları qab yuyan maşından çıxardıram və burada görürəm ki, artıq təmiz yumamağa başlayıb. Stəkanların içində ləkələr var idi. Hamısını yenidən yaxaladım, yığdım. Özümə iş artırmış oldum. Və burada öz-özümə deyinirəm ki, görəsən bu niyə belədir? Öz-özümə fikrə daldım ki, bəlkə xarab olub, nədir? Daha sonra və eniştəniz çox görmək istəyirdiniz bunu. Amma təəssüf yüzünü göstərə bilmirəm, çünki xoşu gəlmir. Və daha sonra qabıyan maşını açdım. Baxdım ki, görüm nədir də bunun problemi və burada gördüm ki, içi çirk bağlayıb, yəni çirklənib. Bilmirəm niyə belə oldu. Daha sonra bütün detallarını onun çıxartdım, yudum, fırçaladım. İçini də belə köpürtdüm. 1 saat yarıma səhv eləmirəmsə qoşdum. Özünü təmizlədi. Düzdür, qabıyanı tez-tez istifadə eləmirəm. Və burada fikirləşdim, qabıyanı əl atmışkən, paltar yuyandı bu vəziyyət qalmasın deyə. Burada təmizlik işi görün. 1 qaşıq soda, 1 qaşıq da limon duzuydu. Səhv eləmirəmsə atdım, amma kəş biraz da sirkə atardım. Sirkədə deyirlər qəşəng eləyir. Burasına da attım bunlardan ki, təmizlənsin. Paltar yuyan maşını bir dəfə eləmişdim. TikTokda görmüşdüm. Limon idi, diş pastası idi. Bir də onlar idi deyəsəm. Və qızlar, burada isə market alış-veriş eləyirik. Marketlərdə son zamanlar qəşəng endirimlər var. Ən çox da Araz marketlərdə yaxşı endirimlərə rast gəlirəm. Burada isə yol gedirik bir yerdə. Bir də ki, qızlar, bu mənim kanalımda demək olar ən uzun vloqdur. Yəni indiyə qədər bu uzunluğunda vloq çapmamışdım. Bayaq Rahat Marketdə idi, indi yadıma düşdü. Rahat Marketdən alış-veriş eləmədik. Gəldik Araz Marketə. Buradakı endirimlərdən yararlandıq. Keçən dəfə aldığım yağı dediniz ki, bu yaxşı deyil. Ona görə də bu yağdan aldıq, sınadıq. Və qızlar, sonda da bunu demək istəyirəm ki, sizə mənim kanalımda necə vloqlar görmək istəyirsinizsə, bütün fikirlərinizi açığam, yəni ürəyiniz necə istəyir, yorumlar yaza bilərsiniz. Bunları pis başa düşmürəm qətiyyən, yəni normal qarşılayıram və öpürəm sizi. Qızlar, deməli, kartoşka aldıq, soğan aldıq. Bunları qoyaq bu tərəfə. Belə yumurta aldıq. Salçası. Sonra vazgeçilməzim şor. Qab şampunu aldım. Balaca aldım ki, mən qab yanda yuyuram da çox vaxt qabları. Sonra but dibi aldım. Sonra belə ağ pendir aldıq. Belə atışdırmalıqlar almışam özümə canlı yayında. Acanda yemək üçün. Süd aldım. Süd də endirimdə idi.
Qəşəng indirimlər var marketlərdə qızlar. Süfrə duzu aldım. Keçən dəfə almışam, saşıb çörək duzu almışammış. Bunu da həmçinin canlıda yemək üçün almışam. Hazır sütün yağını aldım səhərlər yeməyə. Bütün başqasını almışdım. Dedilər o pisdir. Toyuq filesi aldım. Bir də çörək. Bunun başqa nə qaldı? Hə, bir belə bir pendir aldım. Oy düşdü. Hə, bir də belə pendir aldım qızlar, bu qədər.